11-ci sinif imtahan tipli testlərin izahı ilə davam edirəm. Baxıram 3-cü testimizə. Baxın, article testidir. Deməli, I bought interesting book yesterday and book is about story. Baxın, birinci dəfə kitabın adı seçilibdir. Qarşısında təsvir edici təyini, yəni sifəti vardır. Deməli, belə olan halda siz an artiklı verməlisiniz. Interesting sözü də saatlə başladığı üçün yalnız n verə bilərəm. Deməli, ya BD ya da C bəndidir. Baxın, ikinci dəfə kitabın adı seçildiyi üçün artıq burada müəyyən oldu ki, hansı kitab haqqında söhbət gedir. Onun üçün də artıq ikinci səhvdə D artiklı verəcəm. Deməli, düzgün cavabımız oldu B bəndi. Daha sonra baxıram 3-cü testimizə. Burada deməli of ilə olan bir birləşməmiz vardır. Deməli, biz bilirik ki, oflu birləşmələrdə xəbər ofdan əvvəlki isimdən uzlaşır. Deməli, burada xəbərimiz cəmdədirsə, cəm xəbər istəyən əvəzli iş tapmalıyıq. O da burada oldur. Ol ilə xəbərimiz cəmdə işlənir. İçlə xəbər teşdə every ilə of işlənməz, törəmələrlə of işlənməz. Every one ayrı yazıldığı üçün törəmə sayılmır. Ofla işlənir, amma xəbəri təkdə qəbul edir. Daha sonra baxıram 4-cü testimizə. Baxın uşaqlar, deməli bizim cümləmiz inkardadır. Cümləmiz inkardadırsa so olan variantları elədim. Either inkar cümləsində sonda işlənir, ona görə onu da elədim. Cümləmizin zamanına baxıram, indiki bitmiş zamandır, haven't finished. Cümləmizin zamanını dəyişə bilmədiyim üçün düzgün cavabımız oldu C bəndi. Baxıram 5-ci testimizə. Uşaqlar, biz bilirik ki, had better'dan və would rather'dan sonra tuzsuz məstər istənməlidir. Baxın, burada birincidə had better'dan sonra to yoxdur. Görürsünüz, tuzsuz məstər C yazılıbdır, deməli düzgündür. Amma ikinci cümlədə would rather'dan sonra to veribdir, olması yanlışdır. Yenə də would rather go by train olmalıydı. Yenə də had better'dan sonra tuzsuz olmaz, not to tell him the truth düzgündür. Ya sadəcə not to tell onda yanlış olacaqdı. Deməli, tuzsuz məstər veribdir, düzgündür. Amma dördüncüdə, baxın, they would rather playing. Would rather'dan sonra tuzsuz məstər, həmçinin ing-siz məstər sadəcə play olmalıydı. Deməli, düzgün cavabımız oldu 1-3, yəni C bəndi.